Super səs təyyarələri haqqında yəqin ki, eşitmisiniz. 50-ci illərdə artıq səsdən sürətli təyyarələrin istehsalı məsələsi texniki cəhətdən həll edilmişdi. Lakin bu daha çox hərbidə işə yarayırdı. Sərnişin daşımalarında, kommersiya işlərində bu o qədər işə yaramırdı. Çünki təyyarə həddindən artıq yanacaq istifadə edirdi. Xüsusilə də yuxarı qalxdıqda, sürətdən sürətə keçid etdikdə daha çox yanacaq istifadə olunurdu. Lakin buna baxmayaraq Avropa şirkətləri bu məsələ üzərində işləyirlər. 1962-ci ildə iki Avropa şirkəti, biri Bristol Aeroplan Company, o biri isə Sud Aviation şirkəti birləşərək 1962-ci ildə bir Concorde layihəsini imzaladılar. Amma maraqlı buydu ki, bu layihənin ortaya çıxması başqa dövlətin də diqqətini cəlb elədi ki, bu da SSR idi və o agentura şəbəkəsi vasitəsilə bu prosesdən məlumatlar toplayırdı. Və 1968-ci ilin dekabrında Concorde-un ortaya çıxmasından da 2 ay əvvəl artıq Tu-144 səsdən sürətli sərnişin təyyarəsi eksperimental uçuşu həyata keçirdi. 70-ci ilin mayında uçuş 2134 km/saatda sürətə, noyabr ayında isə bu 2436 km/saat sürətə çatdı. Lakin 75-78-ci illərdə isə Tu-144 təyyarəsi artıq sərnişin daşıyırdı. Lakin sonradan bağlandı. Səbəbi də oydu ki, təyyarə həddindən artıq çox yanacaq istifadə edirdi. Concorde layihəsi də həyata keçdi. 2003-cü ilə qədər kommersiya reysləri ilə məşğul olmağa başladı. Lakin Concorde layihəsi VIP sərnişinlər üçün nəzərdə tutulduğuna görə 2003-cü ilə qədər davam elədi. Tu-144-də belə bir problem, belə bir proses yox idi. Lakin yenə də bağladılar. Müasir dövrün özündə belə bu sahədə üzrə tədqiqatlar davam edir. Hətta Lockheed Martin şirkəti məşhur X-59 Guest deyilən bir təyyarəni ortaya çıxartdı ki, bu hətta səssiz olmalı idi. Yəni sürətdən sürətə keçərkən partlayışdan qurtarmalı idi, səs partlayışından qurtarmalı idi. Amma hələ ki bu eksperimental səviyyədə qalmaqda davam edir.